Ümumiyyətlə, informasiya almaq, onu əks etmək üçün biz mövzunu təsadüfən açmadıq. Elə qarşıda da sizə gözəl bir mövzu barədə danışmaq istəyirik. Yəni, mövzunu əslində davam etdirmək istəyirik. Çünki dəfələrlə bu barədə söhbət açmışıq. Hətta da bizim qonaqlarımız da bu mövzunu bizimlə birgə bu mövzu ətrafında söhbətimizi davam etdirmişdilər. Bu da bizim zəngin mədəniyyətimizi, xalq yaradıcılığımızı, folklorumuzu rəqəmsallaşdırmaq, xüsusilə də qloballaşma dövründə bunu geniş formada dünya ictimaiyyətinə təqdim etmək, bu aktual bir məsələdir. Folklor olsa da, amma onu müasir tərzdə necə təqdim etmək lazımdır ki, həm gənc nəsil bunu bilsin, öyrənsin, həm də eyni zamanda sütunlara toxunmayasın. Əməkdaşlarımız bu mövzuya da xüsusi əsaslıqla yanaşıblar. İnsanın özünü ifadə etmə ehtiyacı cəmiyyətin tərəqqisi, elmin, texnologiyanın inkişafı hesabına müxtəlif zamanlarda fərqli vasitə və yollarla təmin olunub. Bütün bu mərhələlərdə folklor ənənəvi xalq bilikləri insanlar arasında ünsiyyətin yaranmasında, nəsildən nəsilə ötürülməsində mühüm rol oynayıb. Ənənəvi xalq bilikləri, adət və inanclar, atalar sözləri və zərb məsəllər, layla və bayatılar, nağıl və dastanlar dildən dilə, eldən elə, nəsildən nəsilə ötürülməklə variantlaşır, dəyişir, yenilənir. Elmin, texnikanın, kompüter texnologiyalarının meydana gəlməsi, xüsusilə də internetin kəşfi bəşəriyyətin inkişafına güclü təkan verib. Müasir cəmiyyətdə real dünyaya alternativ virtual aləm meydana gəldi, inkişaf etdi. Sürətlə sərhədlərini genişləndirdi. Nəticədə insanlar vahid virtual məkanda birləşdi. Artıq hər kəs mədəni dəyərlər, tarixi hadisələr, eləcə də folklor nümunələri barəsində məlumatları virtual aləmdən ala bilər. Bu məlumatlar isə fərqli şəkildə təqdim olunur. Artıq virtual mühitdə məkan məsələsi ortadan qalxır. Ona insana ən yaxın, onun virtual şəbəkəsində olan, sosial şəbəkəsində olan şəxslər hesab olunur. Bu baxımdan artıq müasir dövrdə virtual kommunikativ mühitdə, internet mühitində gedən folklor prosesləri bir tərəfdən həmin virtual mühiti özü folklor nümunəsinə çevirir, onu ifadə edir. Digər tərəfdən virtual mühit məhz o folklor nümunəsinin meydana gəldiyi platforma kimi ortaya çıxır. Sosial şəbəkələrdə cəmiyyətdə gedən proseslər, dünyada baş verən hadisələr, ictimai reaksiya və rezonans doğuran olaylar folklor yaradıcılığının da predmentinə çevrilir. Ənənəvi folklor nümunələri ilə bərabər virtual folklor faktları da meydana gəlir. Burada əsas məsələ onun insan emosiyasını cəlb eləməsi, ona adekvat reaksiyanın meydana gəlməsidir. Məsələn, tutaq ki, dünyaca məşhur Mona Lisa'nın şəkli var. Çox yüksək sənətkarlıqla çəkilmiş bir şəkildir. Lakin virtual mühitdə bu şəkil ən müxtəlif situasiyalara, təəccüb, heyrət, əsəb situasiyalarına uyğun şəkil Photoshop vasitəsilə dəyişdirilir və hər hansı bir sözlə ifadə olunmaqla müəyyən situasiyanı ifadə edir. Bu, yenə də qeyd edirəm ki, bu hər hansı bir fərdin deyil, daha çox kollektivin münasibəti kimi ortaya çıxır. Dünyada folklor nümunələrinin virtual aləmdə tətbiqi uzun illərdir ki, həyata keçirilir. Azərbaycanda da bu sahədə tədqiqatlar aparılır. Məqalə və kitablar hazırlanır. Folklorun araşdırılması, gələcək nəsillərə ötürülməsi istiqamətində məqsədyönlü işlər görülür.